Deməli, salam, mən bugün sizə əlavələr mövzusunu izah eləyəcəm, oxuyacağam. İzah eləmək deyəndə, yəni buradan MHŞ-in qaydalar və test toplusu kitabından oxuyacağam və yeri gəldikcə əlavələrimi də eləyəcəm. Başlayaq. Deməli, mən bunu çəkməkdə məqsədim əslində belə deyək, kitabı oxumaq istəyən, amma imkanı olmayan, yəni vaxtı olmayan və yaxud da belə deyək, səbri çatmayan insanlar var ki, hansı ki, belə deyək, verbal yolu ilə, yəni belə deyək, dinləməklə daha yaxşı anlayan insanlar bu yöntəmi daha yaxşı, yəni seçirlər, daha yaxşı başa düşürlər, dinləməklə daha yaxşı qavrayırlar, belə deyək. Həm də vizual olaraq burada biz mövzunun izahını görürük. Deməli belə. Başlayaq. Əlavələr dedi ki, özündən əvvəl gələn üzvləri. Bir dəqiqə qeydimizi götürək. Dedi ki, nə? Özündən əvvəl gələn üzvün həmçinin söz və ya söz birləşməsinin mənasını konkretləşdirən söz və ya söz birləşmələri əlavə olunur, əlavə adlanır. Deməli, söz və söz birləşmələri dedikdə, yəni əlavələr həm söz formasında, həm də söz birləşməsi formasında ola bilər. Əlavələr aid olduğu üzvdən sonra gəlir. Əlavələr aid olduğu üzvdən sonra gəlir. Həmin üzvün sintaktik funksiyasını daşıyır və ondan fasilə, intonasiya ilə ayrılır. Deməli, dedik ki, əlavələr dedik ki, aid olduğu üzvdən sonra gəlir. Həmin üzvün sintaktik funksiyasını daşıyır. Deməli, və özündən əvvəl, burada dedik ki, özündən əvvəl gələn üzvün həmçinin söz və ya söz birləşməsinin mənasını aydınlaşdırır. Daha sonra, məsələn, Bakıda, bizim paytaxtımızda küləklər əsir. Nə edir? Küləklər əsir. Harda? Bizim paytaxtımızda. Harda? Daha doğrusu harda? Bakıda. Deməli, burada bir yer zərfliyi var, burada da bir yer zərfliyi var. Hər ikisi nədir? Yer zərfliyidir. Deməli, bu bizim belə deyək, bu bizim yer zərfliyimizdir və bu isə onun əlavəsidir. Bu əlavə, bax bu bizim paytaxtımızda əlavəsi özündən əvvəldə gələn Bakıda sözünü, yəni Bakıda zərfliyini neynir? Özündən əvvəl gələn Bakıda sözünü deməli aydınlaşdırır. Daha sonra zərfliyin əlavəsi. Bax burada zərfliyin əlavəsi verilibdir. Daha sonra deyir ki, Əsgərin oğlu ilə görüşü ananı, Asiyanı sevindirdi. Nə etdirdi? Sevindirdi. Nə? Kimi sevindirdi? Asiyanı. Kimi sevindirdi? Asiyanı. Kimi sevindirdi? Əsgərin oğlu ilə görüşü. Kimi sevindirdi? Ananı. Burada da Asiyanı. Bax, görürsünüz, ananı, Asiyanı. Ananı, Asiyanı sevindirdi. Nə sevindirdi? Əsgərin oğlu ilə görüşü. Deməli, tamamlığın əlavəsi işlənibdir. Tamamlıq burada nədir? Ana və ananın əlavəsi nədir? Asiya. Asiya, deməli, ananın əlavəsidir. Daha sonra cümlə üzvlərinin həmçinin söz birləşmələrinin aslı tərəfinin və xitabın əlavəsi olur. Deməli, cümlə üzvlərinin həmçinin söz birləşmələrinin aslı tərəfinin və xitabın əlavəsi olur. Mübtədanın əlavəsinə baxaq. Əgər desək ki, sualda düşsək ki, xitabın əlavəsi ola bilərmi? Bəli, ola bilər. Məsələn, deyirəm ki, Akif, mənim sevimli dostum, bugün bizə qonaq gəlib. Akif, vergül, daha doğrusu Akif, yenidən, mənim sevimli dostum bizə qonaq gəlib. Yox, burada mübtədanın əlavəsi olur. Üzr istəyirəm, deyəm, belə deyək. Deyirəm ki,
Akif, mənim əziz dostum, sən xoş gəlmisən. Akif, mənim sevimli dostum, sən xoş gəlmisən. Artıq burada Akif, mənim sevimli dostum bir xitabdır və xitabın əlavəsi işlənmiş oldu. Daha sonra mübtədanın əlavəsinə baxaq. Mübtədanın əlavəsi deyir ki, yaşasın səadət o yaz səhəri. Yaşasın, nə etsin, yaşasın, nə yaşasın? Səadət o yaz səhəri. Evin kiçik qızı Gülzar dərslərinə hazır idi. Hazır idi. Nəyə hazır idi? Dərslərinə. Kim? Gülzar. Hansı Gülzar? Evin kiçik qızı Gülzar. Kim? Evin kiçik qızı. Burada belədir. Hansı sualını verə bilmirik. Çünki evin kiçik qızı bir yerdə burada. Evin bir də qızı burada üçüncü növ təyini söz birləşməsi yaradıbdır. O baxımdan da biz bunu ayıra bilmərik. Evin kiçik qızı hamısı bir yerdə olur nə? Yəni bu kiçik təyini də elə onların içində gedir. Evin qızı. Evin kiçik qızı Gülzar. Evin kiçik qızı təzədən yenə bir dənə də mübtəda Gülzar dərslərinə hazır idi. Hazır idi kim? Gülzar. Yenə hazır idi kim? Evin kiçik qızı. Nəyə hazır idi? Dərslərinə. Daha sonra bura kəndin girişi yeni təmir edilib. Bura, hara? Bura. Bura. Kəndin girişi. Yenə də zərf. Yeni təmir edilib. Daha sonra burada deməli zərfin əlavəsi işlənmiş oldu. 20-ci əsrin əvvəllərində Tiflisdə teatr truppası, müsəlman teatr artist cəmiyyəti fəaliyyət göstərirdi. Deməli, bax buradan Tiflisdə fəaliyyət göstərirdi. Nə fəaliyyət göstərirdi? Deməli, teatr truppası nə fəaliyyət göstərirdi? Müsəlman teatr artist cəmiyyəti. Burada ikinci növ təyini söz birləşməsi deməli iştirak edibdi. Müsəlman cəmiyyətinin arasına teatr, artist sözlərini də əlavə ediblər. Əslində müsəlman cəmiyyətidir. Müsəlmanın cəmiyyəti deyə bilmirik. Yəni müsəlman cəmiyyəti ikinci növ təyini söz birləşməsidir və arasına da teatr və artist sözlərini də əlavə ediblər. Deməli, bir daha cümləyə baxaq. Deyirik ki, fəaliyyət göstərirdi. Nə fəaliyyət göstərirdi? Teatr truppası, yenidən onun əlavəsi, həmin bu teatr truppasının əlavəsi müsəlman teatr cəmiyyəti fəaliyyət göstərirdi. Harda? Deməli, Tiflisdə. Burada deməli mübtədanın əlavəsi işlənmiş oldu. Daha sonra xəbərin əlavəsinə baxaq. Bunları silim ki, qarşılığı yaranmasın. Xəbərin əlavəsinə baxaq. Deməli, sənin kimi rəncbərlərin əsl cəbhəsi bura, kənddir. Kənddir. Nədir? Kənddir. Nədir? Bura. Sənin kimi rəncbərlərin əsl cəbhəsi buradır. Burada bu dır ixtisara uğrayıbdır. Sənin kimi rəncbərlərin əsl cəbhəsi buradır, kənddir. Sadəcə burada dır ixtisar olunubdur. Deməli, xəbərin əlavəsi işlənibdir. Deməli, sənin kimi rəncbərlərin əsl cəbhəsi bura, kənddir. Kənddir, nə? Sənin kimi rəncbərlərin əsl cəbhəsi. Görürsünüz, sənin kimi rəncbərlərin cəbhəsi. Sənin kimi, yox, çünki bu bununla uyğun gəlmir. Bu rəncbərlərin cəbhəsi. Sənin kimi rəncbərlərin cəbhəsi. Buradır, kənddir. Buradır, kənddir, nə? Rəncbərlərin cəbhəsi. Sənin kimi, burada da sənin kimini kənddir deyə bilmərik. Sənin kimi kənddir deyə bilmərik. Ona görə hamısı bir yerdə olur, nə? Cəbhəsi. Yox, bir dəqiqə. Sənin kimi rəncbərlərindir cəbhəsi buradır, kənddir. Buradır, kənddir, nə? Sənin kimi rəncbərlərin əsl cəbhəsi. Sənin cəbhəsi olmur. Sənin kimi rəncbərlər. Sənin kimi rəncbərlər olur əslində.
Elə bil ki, bu sözlə əlaqələnibdir. Bax, bu sözlə əlaqələnibdir. Bu söz də bu sözlə əlaqələnibdir. Ona görə hamısı bir yerdə olur. Nə? Sənin kimi rəncbərlərin cəbhəsi kənddir. Hamısı bir yerdə mübtəda. Çünki əgər sənin sözü varsa, ümumiyyətlə yəli hal şəkilçisi varsa, yəli hallı bir sözü belə müstəqil cümlə özü kimi biz götürə bilmərik. Daha sonra göz yaşlarını silən cavan gəlin odur, təmkinli bir əskər anasıdır. Deməli, təmkinli bir əskər anasıdır. Nədir? Təmkinli bir əskər anasıdır. Nədir? Odur. Daha doğrusu kimdir? Odur. Kimdir? Təmkinli bir əskər anasıdır. Kimdir sualı daha uyğundur. Kim təmkinli bir əskər anasıdır? Kim odur? Göz yaşlarını silən cavan gəlin. Deməli, gəlin, hansı gəlin? Göz yaşlarını silən cavan gəlin. Göz yaşlarını silən cavan gəlin. Hansı gəlin? Cavan gəlin. Hansı gəlin? Göz yaşlarını silən. Deməli, göz yaşlarını silən. Baxın, bu ayrılıqdadır. Biri, deməli, göz yaşlarını anasıdır deyə bilmirik ki, bunu bu xəbərlə əlaqələndirirək, görək uyğunsuz alınır. Deməli, həmin bu göz yaşları nədir? Fe'li sifət tərkibi yaradıbdır. Göz yaşlarını silən cavan gəlin odur, təmkinli bir əskər anasıdır. Bir daha aydınlaşdırıram. Baxın. Təmkinli bir əskər anasıdır. Kimdir? Təmkinli bir əskər anasıdır. Kimdir? Odur. Deməli, burada odurun əlavəsi nə oldu? Təmkinli bir əskər anasıdır oldu. Və kim? Gəlin. Mübtədamız bu oldu. Hansı gəlin? Cavan gəlin. Ondan qabaq isə fe'li sifət işlənib. Və fe'li sifətin tərkibinə daxil olubdur nə? Bax, həmin bu göz yaşlarını silən. Hamısı bir yerdə olur nə? Tərkib. Fe'li sifət tərkibi. Və təyin vəzifəsində çıxış etmiş olur. Daha sonra əsas burada düzdür əlavəyə baxırıq biz. Məqsədimiz əlavəni tapmaqdır. Amma yeni cümlə daxilində onları da bilməliyik. Daha sonra tamamlığın əlavəsinə baxaq. Tamamlığın əlavəsinə baxaq. Qoy vətən torpağı öz hünəri ilə boğsun azğınları, vətən xainlərini. Deməli, qoy vətən torpağı hünəri ilə boğsun azğınları. Nə etsin? Boğsun. Nə? Vətən torpağı. Kimi boğsun? Azğınları. Kimi boğsun? Vətən xainlərini. Deməli, bu tamamlıq, bu da tamamlığın əlavəsi. Daha sonra deyirik ki, anası oğluna qiymətli hədiyyə, namaz xalçası almışdı. Nə etmişdi? Almışdı. Nə etmişdi? Almışdı. Nəyi almışdı? Namaz xalçasını. Namaz xalçasını. Nəyi almışdı? Hədiyyəni almışdı. Kim almışdı? Anası. Kimə almışdı? Deməli, anası oğluna, kimi almışdı? Oğluna. Necə hədiyyə? Qiymətli hədiyyə, təyin. Deməli, burada bizim əlavəmiz oldu nə? Hədiyyə və namaz xalçası. Hədiyyə bizim tamamlığımız, namaz xalçası isə onun əlavəsi. Daha sonra gələk indi təyinin əlavəsinə. Təyinin əlavəsi. O indi 4-cü, yəni axırıncı məktubu yazır. Nə edir? Yazır. Nəyi yazır? Məktubu. Hansı məktubu? Axırıncı. Təyin. 4-cü. Hansı məktubu yazır? Yenə. 4-cü. Həmin bu 4-cü təyinin əlavəsi nə oldu? Axırıncı təyini. Kim yazır? O yazır. Nə zaman? İndi. Aha. İndimiz biraz xəbərə oxşadı. Bir dəqiqə. Belə. Daha sonra şəhərdəki, mərkəzdəki bayram maraqlı idi. Aha. Deməli, maraqlı idi. İsmi xəbər. Nə maraqlı idi? Bayram. Hansı bayram? Şəhərdəki, mərkəzdəki bayram. Hansı bayram? Oy, birləşdi bu. Aha.
Hansı bayram? Şəhərdəki bayram. Bu bizim təyinimiz, bu da təyinimizin əlavəsi. Daha sonra zərfliyin əlavəsinə baxaq. Zərfliyin əlavəsinə baxaq. Qışın oğlan çağında, deməli, qışın oğlan çağında yanvarın 10-da şəhərə getdik. Nə etdik? Getdik. Haraya getdik? Şəhərə. Nə zaman? Yanvarın 10-da. Nə zaman? Qışın oğlan çağında. Deməli belə, bu bizim zərfimiz, bu da zərfimizin əlavəsi. Daha sonra deyir ki, əkinçilər səhər günəş üfüqdən boylananda işə başladılar. Nə etdilər? Məsələn, işə başladılar, alaq etməyə başladılar. Burada nə etdilər? Başladılar. Bu başladıları ayrı götürün, bir yerdə götürün, ona görə dedim bunu. Nəyə başladılar? İşə. Bu da tamamlıq. Deməli, əkinçilər səhər günəş üfüqdən boylananda. Nə zaman? Günəş üfüqdən boylananda. Nə zaman? Səhər. Kim? Əkinçilər. Deməli, burada bizim səhər sözümüz zərf oldu və zərfliyin əlavəsi də nə oldu? Günəş üfüqdən boylananda. Günəş üfüqdən boylananda bizim əlavəmiz oldu. Daha sonra deyir ki, Günel oxumaq, təhsil almaq üçün şəhər getdi. Əslində şəhərə olmalıdır burada. Şəhər yazıblar, evi yox. Şəhərə getdi. Nə etdi? Getdi. Hara getdi? Şəhərə getdi. Nə məqsədlə getdi? Günel oxumaq üçün, təhsil almaq üçün. Bax, burada üçün sözü. Burada bax, bu hissədə üçün sözü deməli nə olubdur? Üçün sözü burada ixtisar olunubdur. Bir dəqiqə. Deməli, Günel oxumaq üçün, təhsil almaq üçün şəhərə getdi. Nə etdi? Getdi. Nə etdi? Getdi. Kim? Günel. Nə üçün getdi? Daha doğrusu nə məqsədlə getdi? Şəhərə. Hara? Şəhərə. Deməli, burada şəhərə. Sonra nə məqsədlə getdi? Təhsil almaq məqsədi ilə, təhsil almaq üçün oldu məqsəd zərfliyi. Məsələn, burada Günel oxumaq üçün. Sonra kim? Günel. Deməli, burada məqsəd zərfliyinin də əlavəsi işlənmiş oldu. Daha sonra, bax, burada oxumaq üçündür əslində. Bax, burada oxumaq üçündür. Görək bizim bu telefon nəsə bir... Bax, bu oxumaq üçün sadəcə üçün ixtisar olunubdur. Daha sonra, indi isə ismi birləşmənin aslı tərəfinin əlavəsinə baxaq. İsmi birləşmənin aslı tərəfinin əlavəsi. Nəzrinin 11-ci sinif şagirdinin nəticəsi bizi qane etdi. Nə etdi? Bizi qane etdi. Nə? Deməli, Nəzrinin nəticəsi 11-ci sinif şagirdinin nəticəsi. Baxın, deyir ki, ismi birləşməsinin aslı tərəfinin əlavəsi. Burada Nəzrinin nəticəsidir də, elə deyilmi? Nəzrinin nəticəsi olmalıdır. Nəzrinin 11-ci sinif şagirdinin nəticəsi. Görürsünüz, 2 dəfə yəli hal şəkilçisi işlənibdir. Burada da deyir ki, ismi birləşmənin aslı tərəfi. Biz deyirik ki, birinci ismi birləşmələrdə birinci aslı tərəf gəlir, sonra əsas tərəf gəlir. Eləmi? Bu aslı tərəfdir, bu da əsas tərəfdir. Baxırıq ki, biz nəzrini də işlədə bilərik, birinci sinif şagirdinin də işlədə bilərik. Yəni, nəzrini buradan çıxartsaq, bununla da, yəni bax, bu ikinci tərəflə də biz bunu işlədə bilərik. Birinci sinif şagirdinin nəticəsi, nəzrinin nəticəsi. Həmin burada aslı tərəfdə 2 dənə, belə deyək, aslı söz işlənibdir, aslı tərəf işlənibdir. Silim, daha aydın şəkildə deyim. Bax, nəzrinin nəticəsi
11-ci sinif şagirdinin nəticəsi. Hər ikisi burada aslı tərəfdir. Bu da aslı tərəfdir, bu da aslı tərəfdir. Həmin bu aslı tərəfin əlavəsi bax budur. Bax budur. Daha sonra deyir ki, başqa bir cümləyə baxaq. Başqa bir cümləyə baxaq. Oxumaq, ali təhsil almaq arzusu onu buraya gətirib. Aha. İsmi birləşməmiz burada nədir? Oxunmaq arzusu. Oxunmaq arzusu. İkinci növ təyinli söz birləşməsi. Burada feili birləşmədir. Oxumaq arzusu, hərəkət var. Aha, oxumaq arzusu. Deməli, oxumaq arzusu, ali təhsil almaq arzusu. Görürsünüz, almaq, oxumaq, yəni maqmək, ali təhsil almaq nəyi? Arzusu. Buraya gətirib. Burada da bax görürsünüz, asılı, əsas. Aslı tərəfdən 2 dəfə işlənibdir. Burada 1 dəfə, burada 2 dəfə. Bu birincisi, bu ikincisi. Həmin bu ikinci nə oldu? Əlavə oldu. Daha sonra deyir, əzilsin ilanın faşizmin başı. Deməli, nə etsin? Əzilsin. Nə? İlanın faşizmin başı. Baxın, ilanın faşizmin başı. Asılı, əsas. Asılı, əsas. Aslı görürsünüz 2 dəfə işlənib. İlanın faşizmin. İlanın burada olur. Belə deyib, ilanın 3-cü növ təyinli söz birləşməsinin aslı tərəfi birinci ilanın. Bu isə faşizmin isə burada 2-ci dəfə artıq əlavə işlənib. Yəni biz bu faşizmi burada əlavəni silsək də ilanın başı deyə bilərik. Və yaxud da bunu silsək faşizmin başı deyə bilərik. Sadəcə olaraq bu söz, bax bu faşizm sözü, qaraladım, tökdüm, heç nə də aydın olmur. Faşizm sözü elə bir bu ilanın sözü daha da biraz açıb, daha da biraz belə aydınlaşdırıb da. Biz ilan deyəndə elə bil ki, faşizm deyəndə biraz daha belə deyək, o ilan sözü bizə aydın olur. Aydındırmı? Daha sonra danışanın qızın, Mayanın yanaqları sevincdən qızarmışdı. Görün nə boyda bir şey deyib. Deyir ki, danışanın qızın, daha doğrusu danışan qızın Mayanın yanaqları sevincdən qızarmışdı. Nə etmişdi? Qızarmışdı. Nə? Danışan qızın Mayanın yanaqları. Baxın, qızın Mayanın yanaqları. Burada yəlik halı görürükmü? Yəlik halı görürükmü? Görürük. Burada mənsubiyyəti görürükmü? Görürük. Hansı qızın? Danışan qızın. Mayanın yanaqları. Hansı Mayanın yanaqları? Danışan Mayanın yanaqları. Yəni burada təyin ayrıcadır və burada asılı, ay Allah. Yazmır. Asılı, əsas. Görürsünüz, aslı 2 dəfə işlənib. Bir qızın, bir də Mayanın üzərində. Bu qızın burada oldu nə? 3-cü növ təyinli söz birləşməsinin birinci tərəfi, yəni aslı tərəfi. Bu da o Mayada oldu onun nəyi? Əlavəsi. Daha sonra feili birləşmənin aslı tərəfinin əlavəsi. Əsmər xala onu burada Tamara'nın evində gördükdə təəccübləndi. Nə etdi? Təəccübləndi. Kim? Əsmər xala. Deməli, onu burada Tamara'nın evində gördükdə. Deməli, nə zaman təəccübləndi? Nə zaman? Onu burada Tamara'nın evində gördükdə. Görürsünüz, feili birləşmədir burada və feili birləşmənin burada Tamara'nın evində gördükdə.
Dıqda, dikdə, duqda, dükdə. Deməli, burada Tamaranın... Daha doğrusu, mən bunu düz çəkmədim. Burada gördük də, Tamaranın evində gördük də. Görürsünüz burada, deməli, fe'li birləşmənin aslı tərəfləri, bu isə əsas tərəfdir. Aslı tərəfləri 2 dəfə işlənibdir. Yəni, bu burada, bu isə onun əlavəsi. Tamaranın evində isə onun nə idi? Əlavəsidir. Daha sonra bizim tək çarəmiz onu, müdiri gözləmək idi. Nə idi? Gözləmək idi. Nə gözləmək idi, nə? Gözləmək idi. Hə, onu, müdiri gözləmək idi. Burada məstər fe'l rolunda çıxış etdiyi üçün müdiri gözləmək idi, onu gözləmək idi. Hamısı bir yerdə burada deməli tərkib yaradıb və onu, müdiri gözləmək. Həmin bu aslı tərəflər, fe'li birləşmənin aslı tərəfi 2 dəfə. Onu gözləmək idi, müdiri gözləmək idi. Görürsünüz, bu müdiri sözündə buradan çıxartsaq, onu gözləmək idi deyəndə məzmun pozulmur. Sadəcə biz burada müdir sözündə artıq onun kim olduğunu görürük ki, o sən demə müdir imiş. Aydındırmı? Belə. Azər, mənim qardaşım, çatanda artıq gec idi. Artıq gec idi. Nə zaman gec idi? Azər, mənim qardaşım çatanda. Azər, mənim qardaşım çatanda. Hamısı bir yerdə zərfdir. Azər çatanda, mənim qardaşım çatanda. Fe'li birləşmədə, yəni fe'li bağlama tərkibi yaradır və Azər də, mənim qardaşım da hamısı fe'li birləşmənin tərkibin içində deməli gedibdir və Azərin əlavəsi mənim qardaşımdır. Bu mənim qardaşım əlavəsi var. Biz mənim qardaşım əlavəsi ilə bilirik ki, Azər kimdir? Azərin kim olduğunu bax bu əlavədə görə bilirik. Daha sonra xitabın əlavəsinə baxaq. Elxan, əziz qardaşım, təslim ol. Təslim ol. Nə et? Təslim ol. Kim? Elxan, əziz qardaşım. Düzdür, biz bunu mübtada kimi filan götürə bilmərik. Səhv başa düşməyin. Ümumiyyətlə bilirik ki, mübtada nədir? Xitab cümlə üzvü ola bilmir. Sadəcə olaraq Elxan burada bizim müraciət obyektimizdir və əziz qardaşım da onun əlavəsidir. Artıq Elxana qarşı olan münasibətini biz bu sözdən görürük ki, ona necə müraciət edir. Müəyyən qədər Elxan barədə müəyyən bir təəssürat yaranır beynimizdə. Gül, ey nazlı vətən, igidlər yurdu. Nə et? Gül. Görürsünüz, ey nazlı vətən, igidlər yurdu. Aha. Daha sonra indi əlavə haqqında qeydlərə baxaq. Görək hara qədərdir. Aha. Həmcins sözürləri o birisi videoda oxuyaram. Deməli, əlavələr deyir, aid olduğu üzvdən əsasən tire ilə ayrılır. Deməli, əlavələr aid olduğu üzvdən nə ilə ayrıldı? Tire ilə ayrıldı. Tire ilə ayrılır. Bəzən əlavədən əvvəl vergül də qoyula bilər. Məsələn, anarı, dostumu gördüm. Sabah fevralın 8-də ad günümdür. Görürsünüz, burada tire ilə ayrılıbdır. Burada isə vergüllə ayrılıbdır. Daha sonra cümlə üzvü ilə onun əlavəsi arasında, yəni bağlayıcısı da işlənə bilər. Cümlə üzvü ilə onun əlavəsi arasında, yəni bağlayıcısı da işlənə bilər. Bu zaman bağlayıcıdan əvvəl vergül qoyulur. Məsələn, orada, yəni, görürsünüz, vergül də var. Yəni, yolun aşağısında çoxlu ağac əkilib. Yənidən əvvəl. Daha sonra oradanın əlavəsi nə oldu? Yolun aşağısı.
Əlavə, qeyd 3-ə baxırıq. Əlavə izah etdiyi cümlə üzvü ilə, əsasən halı və şəxsə görə uyğunlaşır. Amma əsasən həmişə belə deyil. Desə ki, həmişə uyğunlaşır, bu yanlışdır. Əsasən uyğunlaşır. Bəzən əlavə aid olduğu üzvlə şəxsə görə uyğunlaşmır. Bu zaman əlavənin hər iki tərəfində vergül qoyulur. Əlavənin hər iki tərəfində. Məsələn, siz ölkəmizin gəncləri, ölkəmizin gəncləri vətən naminə çox çalışmısınız. İndi təsəvvür eləyin ki, siz çalışmısınız, uyğun gəlir. Amma ölkəmizin gəncləri, siz ikinci şəxsdədir. Ölkəmizin gəncləri isə üçüncü şəxsin deməli cəmindədir, gəncləri. Bu zaman deyirik ki, həmin bu sizlə ölkəmizin gəncləri, bax bu sizi aydınlaşdıran, yəni əlavəsi nədir? Bu sizin əlavəsi nə oldu? Ölkəmizin gəncləri. Ölkəmizin gəncləri. Həmin bu ölkəmizin gənclərinin hər iki tərəfində deməli vergül iştirak etməlidir. Mübtədanın əlavəsi aid olduğu üzvlə yerini dəyişəndə təyinə çevrilə bilər. Mübtədanın əlavəsi aid olduğu üzvlə yerini dəyişəndə təyinə çevrilə bilər. Məsələn, Arif Səfiyev idarənin müdiri yaxşı məruzə hazırlamışdı cümləsində əlavə ilə aid olduğu üzvü dəyişsək və treni açsaq, idarənin müdiri Arif Səfiyev yaxşı məruzə hazırlamışdı cümləsi formalaşacaq. Əlavə artıq təyin roluna keçəcək, öz funksiyasını itirəcək. Belə bir məqamda 2022-ci ildə qəbul sualı olubdu deyir. Belə bir məqamda 2022-ci görün nə deyir? Bax deməli Arif Səfiyev idarənin müdiri yaxşı məruzə hazırlamışdı. Nə etmişdi? Hazırlamışdı. Kim hazırlamışdı? Yaxşı məruzə hazırlamışdı. Nə hazırlamışdı? Məruzə hazırlamışdı. Kim hazırlamışdı? Daha doğrusu necə məruzə? Yaxşı məruzə. Kim hazırlamışdı? Arif Səfiyev idarənin müdiri. İkisi də görürsüz mübtədadır. Bu mübtəda 1, bu mübtəda 2. Bu mübtədanın əlavəsi həmin budur. İndi bunların yerini dəyişsəydik, qoy bunu da aydın şəkildə yazım. Daha yaxşı formada yazaq. Və bunu hansı rənginə yazaq ki, qəşəng görsənsin. Bir dəqiqə görün bu görün. Bu biraz daha yaxşıdır deyəsən. Baxın. Böyüdək. Deməli, Arif Səfiyev idarənin müdiri yaxşı məruzə hazırlamışdı. Nə etmişdi? Hazırlamışdı. Kim? Nə hazırlamışdı? Məruzə hazırlamışdı, daha doğrusu. Nə etmişdi? Hazırlamışdı. Məruzə hazırlamışdı bir yerdə. Məruzə hazırlamışdı. Yox. Bir dəqiqə. Mən burada səhv elədim. Baxın. Məruzə hazırlamışdı. Kim hazırlamışdı? Arif Səfiyev. Kim hazırlamışdı? İdarənin müdiri. Nəyi hazırlamışdı? Məruzəni. Daha sonra necə məruzə? Yaxşı məruzə. Necə məruzə? Yaxşı məruzə. Burada hər ikisi mübtədadır. Arif Səfiyev də mübtədadır, idarənin müdiri də mübtədadır. Və bu birinci mübtədanın əlavəsi bax budur. İdarənin müdiri. Eləmi? İdarənin müdiri. Bu əlavəmiz oldu. İndi bu birisi cümlədə isə deyir ki, Arif Səfiyev yaxşı məruzə hazırlamışdı cümləsi formalaşacaq. Əgər dəyişsək. Deyir ki, idarənin müdiri Arif Səfiyev. İdarənin müdiri Arif Səfiyev. Baxın. Haradaydı o cümlə? O cümləni tapaq.
burada isə deyir ki, idarənin müdiri Arif Səfiyev yaxşı məruzə hazırlamışdı. Nə etmişdi? Hazırlamışdı. Nə hazırlamışdı? Nəyi hazırlamışdı? Məruzəni. Necə məruzə? Yaxşı məruzə. Kim hazırlamışdı? Arif Səfiyev. Hansı? Arif Səfiyev. Görürsünüz, hansı? Artıq burada, hansı ki bayaq mübtədaydı burada. Hansı ki bayaq burada mübtədaydı. Ay Allah, bu qələmlər, bu şey məni bir təhər elədi. Qələmin olmamağı. Ay. Gözlə görüm, nə qayraq bunu. Deməli, Arif Səfiyev idarənin müdiri Arif Səfiyev. Yəni, bu birinci tərəfdə, bu ikinci tərəfdə işlənib. Amma bu bunun qabağına keçsə, artıq nə baş verəcək? İdarənin müdiri Arif Səfiyev. Hansı? Arif Səfiyev. Hansı? İdarənin müdiri. Burada olacaq təyin. Belə. Yəni, işlənmə məqamına da mütləq baxmaq lazımdır. Elə, harada gördük bunu biz mübtəda götürək, eyni cümlə üzvü götürək, elə bir şey yoxdur. Ümid edirəm ki, izah edə bildim bunu. Yenə də qaranlıq qala nəsə olsa yaza bilərsiniz şərh bölümündə. Deməli, daha sonra məsələndir ki, Əhməd Vəliyev qonşumuzun oğlu xaricdən gəlib. Qonşumuzun oğlu Əhməd Vəliyev xaricdən gəlib. Baxın, görürsünüz, iki dənə cümlənin təhlilini verir. Bax, deyib ki, Əhməd Vəliyev qonşumuzun oğlu xaricdən gəlib. Nə edib xaricdən gəlib? Nə edib gəlib? Nə edib gəlib? Kim gəlib? Əhməd Vəliyev. Hardan gəlib? Kim gəlib? Əhməd Vəliyev. Kim gəlib? Qonşumuzun oğlu. Hardan gəlib? Deməli, xaricdən. İndi isə deyir ki, qonşumuzun oğlu Əhməd Vəliyev. Qonşumuzun oğlu Əhməd Vəliyev xaricdən gəlib. Nə edib gəlib? Kim gəlib? Əhməd Vəliyev. Hardan gəlib? Xaricdən. Hansı Əhməd Vəliyev? Görürsünüz? Qonşumuzun oğlu Əhməd Vəliyev. Artıq burada olan mübtədamız burada təyin rolunda çıxış etmiş oldu. Qonşumuzun oğlu Əhməd Vəliyev. Bu təyinimiz, bu mübtədamızı neynir? Təyin edir. Burada isə elə bir hal yoxdur. Əhməd Vəliyev qonşumuzun oğlu xaricdən gəlib. Burada tam olaraq elə sual verərək əslində tapmaq olar asan şəkildə. Daha sonra davam eləyək. Yəni, təyin aid olduğu mübtədadan sonra işlənər və ondan əvvəl tirə işarəsi qoyularsa cümlədə əlavə formalaşar. Məsələn, Günelin rəfiqəsi Tahirə təkrar atılan sualları xatırlatdı. Nə etdi? Xatırlatdı. Kim? Günelin rəfiqəsi Tahirə təkrar atılan sualları xatırlatdı. Günelin rəfiqəsi Tahirə. Görürsünüz, burada təyindir. Təyin. Baxın, Günelin rəfiqəsi Tahirə. Amma desəydi ki, Tahirə, Günelin rəfiqəsi, deməli, burada olacaq da nə? Mübtada. Deyə burada verib deyəsən. Günelin rəfiqəsi ismi birləşməsi Tahirə mübtədasının təyinidir. Bəli, baxın, burada bu Günelin rəfiqəsi Tahirə isminin nə idi? Təyin edir. Daha sonra məsələn, indi burada isə deyir ki, Tahirə, Günelin rəfiqəsi təkrar atılan sualları xatırlatdı. Nə etdi? Xatırlatdı. Kim? Tahirə. Kim? Günelin rəfiqəsi. Daha burada deyə bilmərək ki, Günelin rəfiqəsi hansı Günelin rəfiqəsi? Tahirə olan Günelin rəfiqəsi deyə bilmirik ki. Deyirik kim? Tahirə xatırlatdı. Günelin rəfiqəsi xatırlatdı. Nəyi xatırlatdı? Təkrar atılan sualları. Tamamlıq. Hansı sualları? Təkrar atılan sualları. Daha sonra
Daha sonra Günelin rəfiqəsi ismi birləşməsi Tahirə mübtədasının əlavəsi olur burada. Bəli, bu Tahirə, bu da Günelin rəfiqəsi. Bu bizim əlavəmizdir. Tahirənin əlavəsi. Daha sonra təyin və mübtəda münasibətində belə bir hal mümkündür. Təyindən sonra tirə işarəsi işlətsək, artıq mübtəda əlavəyə, təyin isə mübtədaya çevrilə bilər. Deməli, bir də oxuyuram cümləni. Deyir ki, təyin və mübtəda münasibətində belə bir hal mümkündür. Təyindən sonra tirə işarəsi işlətsək, artıq mübtəda əlavəyə, təyin isə mübtədaya çevrilə bilər. Məsələn, Aynurun bacısı Lalə dərsləri yaxşı oxuyur cümləsində Aynurun bacısı təyindən sonra tirə işarəsi ilə işlətsək. Aynurun bacısı tirə Lalənin dərsləri yaxşı oxuyur. Aynurun bacısı, yox, mən bunu düz ayırmadım. Aynurun bacısı Lalə dərsləri yaxşı oxuyur. Yaxşı oxuyur. Nedir oxuyur? Kim? Aynurun bacısı. Kim? Lalə. Necə oxuyur? Yaxşı oxuyur. Nə tərzdə oxuyur? Yaxşı oxuyur. Nəyi oxuyur? Dərsləri oxuyur. Dərsləri oxuyur. Kim? Aynurun bacısı, kim? Lalə. Burada oldu nə? Deməli, hər ikisi oldu. Mübtəda və Aynurun bacısı deyir ki, Aynurun bacısı Lalə dərsləri yaxşı oxuyur cümləsində Aynurun bacısı təyindən sonra tirə işarəsi ilə işlətsək, Aynurun bacısı tirə Lalə dərsləri yaxşı oxuyur cümləsi ona alınacaq və bu zaman isə əvvəlki cümlədə təyin olan Aynurun bacısı ismi birləşməsi mübtəda, əvvəlki cümlədə mübtəda olan Lalə ismi isə əlavə olacaq. Bəli, düzdür. Deməli, bu cümləni bir də oxuyuram. Dedi ki, Aynurun bacısı Lalə dərsləri yaxşı oxuyur cümləsində Aynurun bacısı təyindən sonra tirə işarəsi ilə işlətsək, Aynurun bacısı Lalə dərsləri yaxşı oxuyur cümləsi alınır. Bu zaman isə əvvəlki cümlədə təyin olan Aynurun bacısı ismi birləşməsi mübtəda, əvvəlki cümlədə mübtəda olan Lalə ismi isə əlavə olacaq. Bəli. Burada əslində bu təyin idi. Aynurun bacısı burada təyin idi. Təyin. Çünki ortada nə tirə var idi, heç bir şey yox idi da. Heç bir şey yox idi. Amma burada isə tirə var. Tirə varsa deməli nədir? Tirə varsa deməli, baxın, Aynurun bacısı tirə. Tirə varsa Lalə. Deməli bu, Lalə bunun əlavəsidir. Burada isə Aynurun bacısı Lalə dərsləri yaxşı oxuyur. Burada isə nə tirə var, nə heç bir şey olmadığına görə olur nə? Bu, burada Aynurun bacısı olur təyin. Amma aşağıdakı cümlədə isə Aynurun bacısı tirə Lalə, burada isə hər ikisi nədir? Mübtədadır. Yəni tirə varsa, bu tirəni görürüksə burada. Bu deməli əlavədir. Daha sonra bəzən fe'li birləşmənin aslı tərəfinin əlavəsi ilə cümlə özünün əlavəsi qarışdırılır. Bəzəndir fe'li birləşmənin aslı tərəfinin əlavəsi ilə cümlə özünün əlavəsi qarışdırılır. Bu zaman diqqət etmək lazımdır ki, əlavəsi olan söz cümlədə xəbərlə, yoxsa fe'li birləşmə ilə məna və qrammatik cəhətdən əlaqələnir. Baxaq, deyir ki, səhər günəş üfüqündən boylananda Musa kişi oyanardı. Nə edərdi? Oyanardı. Kim? Musa kişi nə zaman oyanardı? Səhər. Və tirəni də burada görürük. Nə zaman? Günəş üfüqündən boylananda. Günəş üfüqündən boylananda.
Bu boylananda deməli burada feili bağlamadır və feili bağlama tərkib yaradıb burada. Günəş üfüqündən boylananda. İndi yaxşı. Bunu gəlin belə ayıraq. Tutalım günəşi buradan ayıraq. Günəş oyanardı. Uyğun gəlirmi? Yaxşı. Səhər oyanardı. Uyğun gəlirmi? Olmur. Üfüqdən oyanardı. Uyğun gəlirmi? Olmur. Boylananda oyanardı. Yəni günəş boylananda bax uyğun gəlir. İndi yəni demək istəyirəm ki, bu sözlərin burada olan günəşdir, üfüqdür, bu sözlərin tərkibə daxil olub olmadığını bilmək istəyirsinizsə, həmin bu sözləri xəbərlə əlaqələndirmək lazımdır. Əgər uyğunluq pozulursa, uyğunluq olmursa, deməli o tərkibin içində gedəcək. İndi görək nə deyir. Deyir ki, səhər günəş üfüqdən boylananda Musa kişi oyanardı cümləsində. Səhər sözü cümlədə zərfli idi. Əlavə də zərfliyə aiddir. Feili birləşməyə yox. Çünki səhər sözü feili birləşmə ilə əlaqələnmiş kimi görünsə də, cümlənin çatdırmaq istədiyi fikir səhər günəş üfüqdən boylananda deyil. Əgər belə olsaydı, o zaman tirə işarəsinin ehtiyac olmazdı. Tirə işarəsindən sonra bir qədər fasilə verib, yəni bağlayıcısını artırmaqla da bunu rahatca müəyyən etmək olar. Daha sonra deyir ki, səhər, yəni günəş üfüqdən boylananda. Yəni nə demək istəyir? Deyir ki, bəli, əslində bunu bir yerdə götürürlər. Elə bilər səhərlə feili birləşmə, yəni günəş üfüqdən boylananda əlaqələnmiş formadadır. Xeyr, əlaqələnmir. Həm burada biz bu boyda tireni görürük. Bu boyda burada bir tire var. Həm də tire də olmasa, bax burada deyirlər ki, yəni sözünü artırmaq lazımdır. Bax, yəni sözünü artırırıq. Səhər, yəni günəş üfüqdən boylananda, gördünüz ki, məsələn, tire ilə də tapa bilmirsiniz. O zaman yəni əlavə edirsiniz. Daha sonra bizim yəni görürük ki, burada səhərin əlavəsi nədir? Günəş üfüqdən boylananda. Daha sonra bizim tək çarəmiz onu, müdiri gözləmək idi. Nə idi? Gözləmək idi. Kimi? Müdiri. Kimi? Onu. Görürsünüz burada bax. Biraz yekəldək. Gözləmək idi. Nə? Bizim tək çarəmiz. Bizim çarəmiz. Mənsubiyyət və yiyəlik hal. Yəni, üçüncü növ təyini söz birləşməsi. Müdiri gözləmək idi. Onu gözləmək idi. Onu sözünün əlavəsi müdiri olmuş oldu. Deyir ki, bu cümlədə ilk baxışdan onu sözü tamamlıq kimi görünür. Bu zamanda yanlış olaraq əlavənin tamamlığa aid olduğu düşünülür. Belə hallarda sözün tərkibə aid olub olmadığını tapmaq üçün xəbərdən xəbərli şəkilçisini və ya hissəcikləri silib cümlənin mübtədasına yazırıq. Xəbərlə mübtədanın yerini dəyişirik. Deməli, gəlin dəyişək. Bizim tək çarəmiz onu, müdiri gözləmək idi. Deməli, müdiri gözləmək bizim tək çarəmiz idi. Gəlin, onu, müdiri gözləmək bizim tək çarəmiz idi şəklində. Bax burada. Onu, müdiri gözləmək bizim tək çarəmiz idi şəklində. Yəni cümləmiz alındı şəklində, yeni cümləmiz alındı. Artıq buradan yola çıxaraq biz əminliklə ilə deyə bilərik ki, onun sözü məsdərə tabedir. Onu, müdiri gözləmək bizim tək çarəmiz idi. Deməli, bax biz burada səhv eləmişik. Elə biz tələyə düşmüşük. Əslində biz özümüz tələyə düşmüşük.
Deməli, bizim tək çarəmiz onu müdiri gözləmək idi. Cümləsində onu sözü tamamlıq deyil, məsdərə tabidir və əlavə məsdər tərkibinin aslı tərəfinə aiddir. Aha, bax deməli biz burada səhvə yol vermişik. Bizim tək çarəmiz onu müdiri gözləmək idi. Burada deməli nə idi? Müdiri gözləmək idi. Çünki buradakı məsdər var. Onu gözləmək idi. Bu hamısı bir yerdə tərkib yaradır. Tərkib yaradır. Və tərkib yaratdığı üçün biz burada tamamlığı nə bayaq ki götürdük ya, tamamlıq kimi götürdük bunları. Tamamlığın əlavəsi kimi yox, biz bunu məsdərin aslı tərəfinin, məsdər tərkibinin aslı tərəfinin əlavəsi kimi götürməliyik biz bunu. Bildinizmi necə? Bayaq biz burada elə belə deyək, bir növ tələyə düşüb, onu da müdiri sözdə tamamlıq kimi götürmüşdük. Amma o yanlış fikirdir. Çünki biz ümumi uzaqdan baxanda cümləyə onu müdiri gözləmək idi. Nə? Bizim tək çarəmiz. Biz də bilirik ki, məsdər xəbər rolunda iştirak edərsə, özündən əvvəl gələn bütün sözləri, yəni mübtədaya qədər, bura mübtədadır. Mübtədaya qədər olan bütün özündən solda sözləri özünə tabe edir. Bu da onu sözü də, müdiri sözü də gözləmək sözünə tabe edir. Yəni necə deyirlər? Tabe deyəndə yəni tərkib yaradır. Və baxırıq ki, burada da nədir? Xəbər rolundadır. Biz indi bu xəbərə, yəni onu, müdiri, hamısı xəbərdir. Tamamlıq kimi yanaşa bilərikmi? Yanlış yanaşmadır. Bunlarda deyirlər ki, həmin bu sözü çevirib bizim tək çarəmiz onu müdiri gözləmək idi. Çeviririk bu sözü, onu müdiri gözləmək bizim tək çarəmiz idi. Bu elə bir bu cümlələrin yerini dəyişirik. Bu cümlələrin yerini dəyişirik. Və belə. Belə işlər. Biz də əslində səhvə yol vermişdik. Daha sonra Akifin atası, mən bütün misallarda Akifi işlədirəm. Bilmirəm nədənsə elə ancaq Akif sözü ağlıma gəlir. İndi burada da Akif çıxdı nədənsə, heç mən deməmiş özləri Akifi misal kimi veriblər. Akifin atası Vahid kişi məclisdə idi cümləsində əlavə söz birləşməsinə deyil, cümlə üzvünə mübtədaya aiddir. Baxaq. Akifin atası Vahid kişi məclisdə idi. Məclisdə idi. Kim? Akifin atası. Kim? Vahid kişi. İndi burada deyir ki, əlavə söz birləşməsinə deyil, cümlə üzvünə, mübtədaya aiddir. Əlavə söz birləşməsinə deyil, cümlə üzvünə, mübtədaya aiddir. Bəli, mübtədanın əlavəsidir. Məsələn, burada desəydik ki, Akifin atası, onun belə deyək, tək dayağı, Akifin atası, onun tək dayağı, Vahid kişi məclisdə idi desəydi, burada olacaq da nə? Akifin atası, onun tək dayağı, nə böyük bir şey yazdım mən, dayağı, məclisdə idi. Yəni yazmış kimi hesab elədim də, elə bil. Burada Akifin atası, onun tək dayağı məclisdə idi. Bax bu söz. O Akifin atası, onun tək dayağı, Vahid kişi məclisdə idi desəydi, burada burada da yenə belə deyək, ismi birləşmənin əlavəsi olacaqdı. Yenə də mübtədanın əlavəsi olacaqdı. Xeyr. Əslində mən istədim ki, bir tərəf Akifin atası
onun hər şeyi, onun həyatı, Vahid kişi məclisdə idi. Akifin atası, dayağı, Vahid kişi məclisdə idi. Belə olsaydı, artıq ismi birləşmənin əsas tərəfinin əlavəsi olmuş olardı. Akifin atası, dayağı, burada Akifin atası, dayağı, arxası dayağı, Vahid kişi məclisdə idi desəydi, burada deməli, üçüncü növ təyinli söz birləşməsinin əsas tərəfinin əlavəsi işlənmiş olacaqdı. Amma burada isə Akifin atası Vahid kişi məclisdə idi. Burada isə mübtədaların əlavəsi işlənmiş olur. Bayaq burada yazdığım hissə isə, bu da yenə də mübtədanın əlavəsi kimi işlənəcəkdir. Çünki onun Akifin atası, onun dayağı deyəndə yenə də əlavə bir mübtəda gəlir. Belə, daha sonra əlavənin təyin edicisi ola bilər. Əlavənin təyin edicisi ola bilər. Həmin təyin edici söz müstəqil təyin kimi sintaktik təhlil edilmir. Məsələn, deyir ki, Cavad yeni müdir bugün gəlməyib cümləsində Cavad yeni müdir hissəsi bütövlükdə mübtədadır. Əlavənin təyin edicisi ola bilər. Həmin təyin edici söz müstəqil təyin kimi sintaktik təhlil edilmir. Baxaq. Cavad yeni müdir bugün gəlməyib. Bugün gəlməyib. Bugün gəlməyib. Nə zaman bugün? Kim gəlməyib? Cavad. Yeni müdir. Yeni müdir əlavəsidir. Və deyir ki, yeni müdir hissəsi, Cavad yeni müdir hissəsi bütövlükdə mübtədadır. Bax, bu hamısı mübtədadır. Yeni müdir mübtədadır. Deməli, həmin təyin edici söz müstəqil təyin kimi sintaktik təhlil edilmir. Biz bu yeni müdirə təyin kimi baxmırıq. Elə hamısı bilirdi mübtəda kimi baxır. Amma desəydi ki, yeni müdir Cavad. Burada artıq təyin kimi baxardıq. Hansı Cavad? Yeni müdir Cavad. Müdir Cavad, yeni müdir Cavad. Belə baxardıq. Çünki burada özündən sonra gəlibdir. Yəni bu əlavə bundan əvvələ keçsəydi, təyin kimi baxa bilərdik. Amma təyin kimi baxa bilmirik. Çünki Cavaddan sonra gəlib. Cavad ismindən sonra gəlib. Belə. Daha sonra belə. Bu qədər.